Salam, hər vaxtınız xeyir olsun. Mən İbrahim müəllim Muradov, MHM Tədris Mərkəzinin abituriyent şöbəsinin riyaziyyat müəllimi. Dəyərli şagirdlər, bu videoda sizinlə deməli natural ədədlər mövzusunda ötən illər ərzində qəbul imtahanlarına, yəni blok imtahanlarına, hansı ki birinci və ikinci qruplar imtahan verir, həmin imtahanlara düşmüş suallara baxacağıq. Qeyd edim ki, ilk öncə bu suallar müəyyən müəllimlər və yaxud müəyyən şagirdlər tərəfindən deyilib yazılan suallar ola bilər və ola bilər ki, içərilərində şərt səhvi və yaxud cavab səhvliyi ola bilsin. Və gəlin ilk sualdan başlayaq. Deyir, m natural ədədini 5-ə bölükdə qalıqda 3 alınır. M kvadrat üstəgəl 6, m üstəgəl 5 ədədini 5-ə bölükdə qalıqda neçə alınır? Bu tip suallarda necə edirik? Qalığı özün elə, qalığı özün m'in yerinə qoyub hesablayacaq. Yəni 6m üstəgəl 5'dir. Burada m'in yerinə 3 yazıram. 3'ün kvadrat üstəgəl 6 vur 3 üstəgəl 5 bərabər 9 üstəgəl 18 üstəgəl 5 bərabərdir. 27 üstəgəl 5 bərabərdir 32. 32'ni götürüb 5'ə böləcəm. 6 qalıq qalacaq 2. Deməli qalığımız 2'dir B variantı. Növbəti suala baxaq. Deməli deyir ki, qeyd edeyim ki, bu sual 2019-cu ildə düşmüş sual tipidir. 2015-ci ildə belə bir sual düşüb görürsüz. Nə edərəm, bunu necə həll edərəm? Bax, burada x, y üstü xətti açılışını yazsam 10x üstəgəl y çıx y bölünsün. 10y üstəgəl x çıx x bərabərdir 2. Buradan y'lar islah olar, buradan x'lar islah olar. Qalar 10x bölünsün 10y bərabərdir 2'yə. Buradan onlar ixtisar gedər, qalar x bərabərdir 2y. X'in 2y olduğunu aldıq və cəmin ən böyük x və y-in cəmin ən böyük qiymətini bizdən istəyir. Və bilirəm ki, burada x və y rəqəmdir. Mən x-a y-a 1 versəm x 2 olacaq. Y-a 2 versəm x 4 olacaq. Bura 3, bura 6, bura 4, bura 8. Artıq y-a 5, x-a 10 demək olacaq. Bu da olmaz. Çünki rəqəmin yerinə 10 yazmaq olmayacaq. Ona görə də 8 və 4 ən böyük variant 8 plus 4 bərabərdir 12 olmuş olacaq. Cavab C variantı. Növbəti sual deyir, ulduzun yerinə, ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, ədəd 9'a bölünsün? 9'a bölünmə əlaməti rəqəmlərin cəmi olmalıdır. 5 plus 2 plus 6 plus ulduz işarəsi bərabərdir. Toplamda bizə bu nə verəcək? Bu, deməli 7 üstəgəl 6, 13 üstə gəlinsin ulduz. 13'ün üzərinə nə gəlsəm, alınan cavab 9'a bölünər. Təbii ki, 5 gəlsəm. 4 nömrəli suala baxaq. Deyir, məftilin uzunluğu ən az nə qədər olmalıdır ki, onu ayrılıqda 32'lik və 48 cm hissələrə itkisiz bölmək mümkün olsun. Yəni, elə bir ədəd tapmalıyam ki, 32 və 48'ə bölünsün. Bu da bunların nəyi olmalıdır? Əkköb olmalıdır. Və əkköb tapıram. İndi 32 və 48 üçün necə? Hər ikisi 16'ya bölünür. 16'nı kənara çıxardıram. Əkköb. 32'ni 16'ya bölündə 2, 48'i bölündə 3 qalır və bərabərdir. 16 vurulsun, 2'nin üçün əkköbü 6 olacaq. 16 vur 6, 96, yəni A variantı. 5 nömrəli sual. Deməli, əslində bunlar toplumun suallarıdır uşaqlar. XY06 bölünsün, XY bərabərdir A, qalıq B. Bu sual topluda var, bilirsiniz. Burada x-in yeni hissəsinə ədəd qoyub baxa bilərsiniz. Məsələn, tutalım ki, 2406 bölünsün 24. Bizə verəcək 100 qalıq 6. Və görürəm ki, burada A 100 olacaq, B də 6 olacaq. Deyə bilərsiniz ki, müəllim, hardan bilirsə x-in yeni 24 olacaq? Fərq etməz, başqa ədədlə qoyub baxa bilərsiniz. Eyni şey olacaq. İstənilən halda cavabı yenə A-nın yerinə 100, B-nin yerinə 6 almış olur və AB hasil olacaq 600 A variantı. Növbəti sual, 6-cı sual. 4'ə bölünən neçə 2 rəqəmli ədəd var? Deməli, ən böyük 2 rəqəmli ədədimiz 99'dur. 4'ə bölürəm, neçə olur? Bu bir neçə yolunu tapmaq olur uşaqlar bu arada, onu da qeyd edeyim. 99'u 4'ə bölsəm, deməli, neçə dəfə olacaq? 9'da 4 2 dəfədir, 19'da da 2 4 dəfə olacaq. 24 qalıq qalacaq 3. Bu 24 dənə ədədin içərisində 4 ilə 8'də var. 4 ilə 8 bir rəqəmli olduğu üçün 24'dən bunları çıxıram. Cavab qalır 22, yəni A variantı. 7 nömrəli sual deyir, əbob 45-72 vur əkyob 45-72 qaydadır. Əbob AB vur əkyob AB elə A vur B-nin özünə bərabərdir. Deməli, biz nə etməliyik? 45'i 72'ye vurmağımız lazımdır.
35, 3, 28, 3, 31, 0, 14, 3240 D variantı. 8'i həm 35 həm 28-ə böldükdə qaldı 4A-nın ən kiçik çox rəqəmli natural ədəd tapın deyir. Yəni əkab tapacağım burada 35 və 70, 28 üçün. Bunların əkabını tapmaq üçün hər ikisi 7-yə bölündüyünə görə 7-ni kənara çıxardıram, qalır 5 və 4. 5 və 4-ün əkabı onların hasili olur. Çünki bunlar qarşılıqlı sadə ədədlərdir. Yəni olur 80, 80 nə? 140. 140 olur. 35 28-ə bölünən ədəd. Lakin qalıqda 4 alınsın dediyinə görə olacaq 144. Yəni C variantı olacaq. Növbəti sual 9 nömrəli sual deyir. X, Y, Z natural ədədlərdir. 5, Y, 6, Z və 5 Y 6 Z-ə bərabərdir. X da 2 Z-ə bərabər olarsa X plus Y plus Z cəminin ən kiçik qiymətini tapın deyir. Deməli, bunu necə edəcəyik? Şu an fikir verin burada nəyə? Bax, burada görürsünüz 6Z var. Burada da 2Z-i də 6Z eləmək üçün vuracam 3-ə. Olacaq, hər tərəfə 3-ə vuracam. Hər tərəfə 3-ə vuranda olacaq 3X bərabərdir 6Z. Eyni zamanda 5Y də 6Z-ə bərabər olduğuna görə bir formada yazsam 3X 6Z və 5Y. İndi mən nə etməliyəm? İndi mən burada 3, 6 və 5-in əkabını tapmalıyam ki, bu da bunlar üçün olacaq deməli neçə? 30, düzdürmü? Bəli, 30. Bunların əkabı 3-ün, 6-nın, 5-in əkabı 30. Tamam. 3-ü 30 eləmək üçün 10-a vurmam lazımdır. 6-nı 30 eləmək üçün 5-ə vurmam lazımdır. Bunu da nə etməliyəm? Bunu da vurmalıyam 6-ya. Bizə nə istəyirdi? Ən kiçik qiymətin, bunların cəminin ən kiçik qiyməti olacaq 10 plus 5 plus 6 21 olacaq ki, bu da C variantındadır. 10 nömrəli bölənlərin sayı 6 və sadə vuruların ayrılışı 3 m vur 5 n şəklində olan natural ədədlərdən kiçiyini tapın. Aha, burada uşaqlar bölənlərinin sayı deyir. Çox güman ki, yəqin natural bölənlərin sayından danışılır. Gəlin iki variantını yoxlayaq. Çünki bölənlər deyilən tam bölənlər də ola bilər, natural bölənlərdə. Natural bölənlərinin sayından danışsa, natural bölənlərin sayını tapmaq üçün qüvvətlərə bir əlavə edib bir-birinə vurmam lazımdır. Və bu da bərabərdir 6 veribsə, nəyə vuranda 6 elə bilər? Deməli bizdən natural ədədin kiçiyini istəyir. Aha, 1 vur 6, 2 vur 3 ola bilər, düzdürmü? Bəli. İndi burada diqqətli olmaq lazımdır. 3 üstü 5 üstü olduğuna görə bu belə də ola bilər də. 6 vur 1, 3 üstü 2. Bu variant ayrı bir variant olacaq. Nəzərə alsaq ki, şərtlər bizə verirlər ki, M və N natural ədədlərdir. O zaman bu bir məsələləri mümkün deyil. Niyə? Çünki mən bura gərək ki 0 verim ki 0 üstə gəl 1 olsun və yaxud bura 0 verim. Ona görə bu olmayacaq. Bu getdi. Deməli, indi iki variantımız qalır. Əgər buranı 2, buranı 3 götürsəm, o zaman M1 N2 olacaq. Yox, tərsinə buranı 3, buranı 2 götürsəm, o zaman M2 N3 olacaq. Düzdür? Üzr istəyirəm. 1 olacaq. Bəli. İndi gəlin nəyə baxaq? Bunları yerinə qoyaq. Birinci hal üçün hesablayıram. 3 üstü 1 vur 5 üstü 2. Bu olur 3 vur 25 75. Bu olur 3 üstü 2 vur 5 üstü 1 9 vur 5 45. Son şərtində nə deyir? Natural ədədlərdən kiçiyini tapın 45 D variantı. Bəli, söhbət natural bölənlərdən gedirdi. Tam bölənlər olsa ədəd çox kiçik olacaq ki, o variantlarda yoxdur. Baxaq indi 11-ə. AB, C natural ədədlərdir. AB 15, BC 5, AB 17, BC 5-dir. Uşaqlar, diqqət edirsə bunlar həqiqi sadə ədədlərdir. Sadə ədədlər olduğuna görə hasili forması göstərmək üçün yalnız 17 vur 1 və 1 vur 5 yaza bilərəm ki, burada da bunların cəmi 17 plus 1 plus 5 olacaq 23 B variantı. Müəllim, haradan bildiniz ki 17-dən 1 olacaq? Çünki başqa hansıda 17 olan yoxdur. Tamam, haradan bildiniz ki A-da 1, B-də 17 olmayacaq? O zaman B 17 olmuş olsaydı, sən burada 17-nin nəyə vurmalı idin ki cavab 5 eləsin? Müəllim, 17 böl 5-ə vurardım, cavab 5 eləyərdi. Və yaxud, üzr istəyirəm, 5 böl 17-yə vurardım, cavab 5 eləyərdi. Deyərsən, mən sənə deyərəm ki, sualda şərt qoyublar ki, natural ədədlər olmalıdır. Ona görə də bu variant yanlış olacaq. Yəni, yalnız və yalnız bu halda ödənmiş olur.
Növbəti 12-ci suala baxaq. Səbətdə 14 alma, 28 armud, 49 ədəd heyva var. Hər qutuya bu meyvələrin yalnız birindən və hər birində bərabər sayda olmaqla yığmaq üçün ən az neçə qutu lazımdır? Hər üçünün əbobu 7-dir və 14-ü 7-yə böləndə 2, 28-i 7-yə böləndə 4, 49-u 7-yə böləndə 7. Sualda deyir ki, uşaqlar, hər qutuda yalnız birindən, bir meyvədən bərabər sayda. Yəni, qutuların hamısında eyni sayda meyvə var. 7 dənə. Qutuların hamısında 7 dənə meyvə var. Və almalar 2 qutuya, armudlar 4 qutuya və heyvalar 7 qutuya. Ümumilikdə 13 qutu lazım olacaq. Ən azı, ən azı. Ən çoxu desəydi, hər qutuya bir dənə meyvə yığardım və meyvələrin sayı qədər qutu lazım olardı. 1 və 1-dən 4 vaid böyük olan 2 notlu ədədin kvadratları cəmi 400-ə bərabərdir. Bu 12 və 16 olacaq. Kvadratları cəmi də 20-nin kvadratını verir. Pifagor ədədləridir. Pifagor teoremindən bunu bilmək olardı. Tənlik kimi də ki, biri x olsun, digəri x minus 4 olsun. Kvadratlarının cəmi bərabərdir 400 yazaram və kvadrat tənlik həll edərəm. x kvadrat üstə gəlinsin 8x çıxılsın 384 2-yə bölsəm 4x çıxılsın. Deməli bir dəfə 18-də 9 dəfə 192 sıfırda mənfi 16 və müsbət 12. Təbii ki, mənfi 16-nı götürməyəcəm. X-im olacaq müsbət 12. 12 bölü 4 olacaq 16. Bu ədədlərin cəmi 28 D variantı. Neçə sadə böləni var deyir. Hesablayaq. 102 çıx 63. Muxtəsərə görə ayırıram bunu. 102 üstə gəl 63 bərabərdir. 165 vur. Üzr istəyirəm. 165-də hələ toplamada 165 olacaq. 165-də bəli vurulsun. Burada da qalacaq neçə? 40, 39 düzdür? Bəli. 165-i neçə vur, neçə yazmaq olar? 5-ə bölsəm 30, 33 olur, hə? 33 dənə 5, bəli. 5 vur, 33, 165 deyir. 3 vur, 13-dəki boyu. 33-ü də yaza bilərəm. 3 vur, 11 kimi. Nəticə etibarilə 3-ün kvadratı 5 üstü 1, 11 üstü 1, 13 üstü 1. Neçə sadə böləni var? Sadə bölən deyəndə bunları hərəsini bir dəfə sayırıq. Deməli, 4 dənə sadə böləni var. B variantı. Neçə sadə vurğu var demiş olsaydı, qüvvətləri toplamış olardım. Bu zaman olardı 5 dənə. A bərabərdir. Kombinizon 9-dan 5. 9 faktorial bölünsün 5 faktorial vur. 9 çıx 5 4 faktorial bərabərdir. 9 vur, 8 vur, 7 vur, 6 vur. 5-də saxlayıram. 2 bunlar ixtisar gedəcək. Vur 4 faktorialdır ki 4 vur, 3 vur, 2 vur, 1-dir. Bərabərdir. 4 vur, 4 vur 2 8 eləyir. 4 vur 2 8 eləyir. Getdi 8-in ixtisarı. 6 da 3-dən getdi. Burada 1, burada 2 qaldı. 9 vur, 8 vur, 2 qalmış. Yox 7. 9 vur, 7 vur, 2 qalmış oldu. Digərində isə 9 faktorialdır. 9 faktorialdır. İndi bunların əkobu. Bunların əkobu uşaqlar olacaq elə 9 faktorial. Çünki qaydaya görə bir digərinə bölünəndə əkob olanın böyüyü olur. 9 faktorialın içərisində 9-da var, 7-də var, 2-də var. Lakin əbobu isə onların kiçiyi olur. 9 vur, 7 vur, 2 olacaq. Bunu açılışını yazmış olsam 9 vur, 8 vur, 7 vur, 6 vur, 5 vur, 4 vur, 3 vur, 2 vur, 1. Bircə dəqiqə. Burada nəsə yanlışlıq oldu. Çox güman ki. Çünki dəqiqə baxın, bu hesablamaya baxın bir dəqiqə. Bəlkə burada yanlış oldu nəsə. 9 çıx 5 4 eləyir. 4 açılsın 4 vur 3 vur 2 vur 1 yazmışam. 5'lər getdi. Deməli 4 vur 2 8 getdi. 3-dən 2 4 düz qaldı. Hər şey yerindədir. Burada hər şey yerindədir. İxtisarlara aparsam 6 5 4 3 120 360 vur 8. Biz böyük alındıq ədədimiz.
Bircə dəqiqə. Əkob AB böl Əbob AB. Əkob AB böl Əbob AB əslində bizə C-ni verir. C-dəki ortaq olmayan sadə bunların hasilidir. Bir dənə də hesablayayım bu kombinasyon 9-dan 5-i. 9 faktorial böl 5 faktorial vur 9 çıx 5 4 faktorial bərabərdir. 9 vur 8 vur 7 vur 6 vur 5 vur 4 vur. Əslində 5-də saxlayayım da. Burada 5 var da. 4 faktorial da ki laf yazar da 4 vur 3 vur 2 vur 1. 5 faktorial getdi. 3 vur 2 6 getdi. 4-dən də 8 getdi. Burada qaldı 2. Cavab oldu 9 vur 7 vur 2. Düzdür? Bəli. 9 faktorial verirlər B-yə də. Əkob bunlar üçün elə 9 faktorialın özü olur. Əbob isə 9 vur 7 vur 2 olur. Bunu böləndə böyle də alınır axı. Cavablarda yoxdur. Uşaqlar, əvvəldə videonun əvvəldə qeyd eləmişdim ki, suallar şagirdlər və müəllimlər tərəfindən yığılan suallardır. Ola bilsin ki, burada nəsə bir yanlışlıq var. Bir də axırda yenə qayıdıb baxarıq. Yəni bu qalsın, yenə qayıdıb baxarıq axırda. 17 ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Ən böyük 5 rəqəmli 9'lar olacaq da, düzdür. Başqa bir şərt vermir ki, rəqəmləri müxtəlif olsun falan yoxdur. 5 dənə 9 olacaq. Deyir, ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Bunu biz buradan çıxsaq nə qalacaq? 99.900 qalacaq. Ən böyük bir rəqəmli ədəd 9'dur da, düzdür. Biz indi bu ədədi 9'a bölsək 1, 1, 1, 0, 0. Yəni 11.100 olacaq ki, D variantı. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 9'a bölünsün? Deyəsən, biz bəzi əvvəl bunu etdik. Bir daha baxaq, rəqəmlər cəmi 8 və 5, 13. 13 üzərinə 5 gəlsəm 18. Buna da baxmışdıq biraz əvvəl yuxarıda. İndi baxaq 20 nömrəli suala. Qarşılıqlı sadə ədədlərdir. Toplu sualdır. 58 ilə 22-ni 2-yə ixtisar aparsam, burada 29 vurulsun mötərəzə bərabərdir 11 vurulsun mötərəzə qalır. Və uşaqlar, qarşılıqlı sadə ədədlər ortaq vurğu yoxdur. Yəni bu mötərəzə buna bərabər olmalıdır. Bu mötərəzə də buna bərabər olmalıdır. Başqa hal mümkün deyil. O zaman 5x çıx 4-ə biz desək 11. 5x bərabərdir 15. X də bərabərdir 3 olar. 3y üstə gəlir 2'yə 29 desək, 3y bərabərdir 27 olar. Y ilə bərabər 9 olar. X y hasil deyir 3 vur 9 27 olar. Eyni tip sualdır burada da. Bunlar ixtisar getsə 11. Eyni sualda elə 11 ilə bir dəqiqə. Hələ 29. İlki 4x çıxılsın 3'ü bərabər edəsən 29'a. 4x bərabərdir 32'yə. X də bərabərdir 8 olacaq. 3y üstə gəlsin 2 bərabərdir 11'ə. 3y bərabərdir 3'ə. Y də bərabər 9'a. Y də bərabərdir 3 olacaq. Və 8 vur 3 24 olmuş olur bu sualın cavabı. İndi bir dənə bu sual bir dənə də qaydaq. Bir daha da hesablayayım. 9'dan 5, 9 faktorial böl 5 faktorial vur 4 faktorial. Bu bizim A'mızdır. Bu da bizim B'mizdir. Bunların əkobu olacaq 9 faktorialın özü. Əbobu isə olacaq bu. Mən elə bir ki 9 faktorialı bölməliyəm. 9 faktorial böl 5 faktorial vur 4 faktoriala. Bunlar gedəcək ixtisara, cavab qalacaq 5 faktorial vur 4 faktorial. Bu da 120 vur 24 deməkdir. 120 vur 24. Bu da 144 vur 2, 288 yanında da bilən 0. Nəsə səhv var da uşaqlar. Bu sualda bir anlaşılmazlıq var. Oldu. Növbəti videolarda görüşənədək izləmədə qalın. Sağ olun.